Yango Uber'in Azərbaycanda rəsmi tərəfdaşı Mərkəzi Park kollektivində sizləri görməyə şadıq. Əziz taksi sürücüləri, əgər siz B nöqtəsini görməyi və eyni zamanda gedişlərinizi bonuslara hesablanmasını istəyirsinizsə, o zaman Yango Pro'nun ərazim funksiyasını məhz sizin üçündür. Bu funksiyanın üstünlüyü ondadır ki, siz sərbəst rejimdəki rahatlığı qoruyaraq eyni zamanda B nöqtəsini görürsünüz və bonuslardan faydalanırsınız. Əvvəlcə Yango Pro tətbiqinə daxil olun. Xəritənin üzərinə barmağınızı toxunduraraq sağa və ya sola hərəkət etdirin. Ekranın yuxarı hissəsində prioritet balınızın düz üzərində 3 xətt və dairəvi ikon görəcəksiniz. Həmin ikona toxunun. Açılan menyuda 3 əsas bölmə var. İş üzrə, ev üzrə, ərazi üzrə. Burada ərazi üzrə bölməsinə daxil olun. Ekranda gördüyünüz kimi Bakı şəhəri ümumilikdə 8 əraziyə bölünür. Aşağı hissədə isə ərazi seçimi etdikdə əldə edəcəyiniz üstünlüklər ətraflı göstərilir. Ərazi seçim etdikdə A və B nöqtələri seçdiyiniz ərazi daxilində olur. Effektiv rejimdə belə B nöqtəsi açıq qalır. Həftəlik bonuslardan yararlanırsınız. İndi isə ərazi sayına görə şərtlərə baxaq. Əgər bir ərazi seçsəniz, tutulan komissiyaya əlavə 7% ödəniş edilir. 2 və daha çox ərazi seçdikdə əlavə faiz tədricən azalır. Aşağıdakı qiymət bölməsində ərazi sayı artdıqca əlavə faizin necə azaldığını aydın şəkildə görə bilərsiniz. Əgər 6 və ya 6-dan çox ərazi seçsəniz, heç bir əlavə komissiya ödəmirsiniz. Mərkəzi Parkın YouTube abunə olmağına və bildirişləri aktiv etməyi unutmayın. Yango Pro ilə bağlı faydalı video təlimatların ardı gələcək. Videoya baxdığınız üçün təşəkkür edirik.